Allah gəlir. Salam, axşamınız xeyir olsun əziz izləyicilərim. Salyandan hər birinizi salamlayıram. Mən bu günləri burada xalqımıza zəfər yaşadanların ailələri arasındayam. Onların analarıdır, şəhid anaları, şəhid xanımı. Yəni həqiqətən çox çətindir onları dinləmək. Bacım burada içəri girəndə deyir ki, analar ölmürlər. Analar dərdləri ilə yaşayırlar. Sizin oğlunuz neçə ildən itkin düşür? Dediniz. 90'da gidip, gidip dara kaymak. Adı neydi? Əbir Kaşar, Ataman Əbir, Sabir Oğuz. 32 gözünüz, yəni onun gittiği yollara, yəni bitirdi, 32 yıl ağladınız, sızladınız, 32'den sonra, bəli, 32'den sonra oğlunuzun axırki, yəni nəşəgətli çatdı. Gelmem dedim Allah'a demek gəlirmiş. 32 mən yollara girdim. Ben bak kızlarına, koluna ben kurban girmiştim. Kuru kurban geçsinler, kolu geçsin, ben kurban keseceğim. Hardan onun tapılıb da, hardan gətirdilər? Füzulda girmişti, yeniden Füzulda geldi. Yəni ermənilər onu? Ermənilər. Füzulda yok. Yok. Bir yaşlı C4 anadı. Ağdərdə çok yaşlı. Oradan 82 nəfər, 302 nəfər əvəz, orada şəhər var. 302 nəfəri demək torpağa gömdülər. Onun yetkilərdi, qaranqal, o sırada biri gəlib. Həmən birdən gəlib. Zinciri bağlı, əli başı bağlı. Ondan tanıdım ki, dorabından, bıçağından, onu da fabrikasından, bir də dəftərindən tanıdım ki, budur. Tabutunu açıb baxmadınız, değil mi? Dedi, aslan dedim, istemiyorum. Dedi, xala, sənə halal olsun. Ondan sonra aparda dəfnədilər. Gözüm yığıldı. Allah, hər ana gözü yolda qalır. Hamının gözü yığıldı, yazıldı mənim. Göz yolda qalmasın. Ne bileyim. Şirallah, oğlu, qızı, Allah'a şükür. Allah sizləri seçmiş. Bax, hər kəsə bu ad nəsib olmur. Allah sizləri mükafatlandırmış, şəhid anası adını vermişdir. Siz başınızı dik tutun. Onlar ölürlər, cənnətdədirlər yəni. Ağlamayın. Gözünüzün yaşına qurban olaram, ağlamayın. Bax, onların hesabına xalqımız... Sen o yaşayın okumuşsun. Ben 5'in 6'sı var bir de. Her şey yerinde yazın o önüne de. Öpesem dayanamıyorum. Öldürme, aynı öldürme diyelim arkadaşlar hala. Bu en üst korkusu bu değil mi? Bu hanım da sizin kızınızdır. Bu hanımın da yoldaşı şəhid olur. Bu yoldaşı şəhid olanda 20 yaşınız var idi. Gör neçə illərdir siz, yəni şəhid xanımı kimi, yoldaşınızın, yəni şəhid xanımı kimi məğlub dayandınız. Neçə uşağınız var idi? Birdən uşağınızı böyük. Neçə yaşı var idi uşağın? 2 aylık idi, gözüyle. Yaşı 6 aylık. 2 aylık. Mart içinde olur, 1'inde olur, 11'inde olur. Yani Eylül'de, 11'inde atası geldi 2 aylık. Allah rəhmət eləsin. Ruhları şad olsun. Bu günləri xalqımız zəfərin 5 illikliyini, yəni təntənələ qeyd edəcək. Yəni bu zəfər deyək ki, duran yerdə olmadı. Bax, sizin kimi anaların yetişdirdiyi qəhrəman oğulların hesabına oldu. Mən sizlərin qarşınızda baş əyirəm, əllərinizdən öpürəm, alnınızdan öpürəm. Allah sizlərə səbr versin, ruhları şad olsun. İndi ayrı-ayrılıqda sizlərin hər biri ilə mən ayrıca söhbət edəcəm, ayrıca müsahibələr götürəcəm. Bugün çox təsirləndim, həqiqətən çox təsirləndim sizin içində. Yəni, həm qardaşınız şəhid, həm yoldaşınız şəhid. Siz nə qədər məğrur analarsınız, vallahi.